Walmart marketlər şəbəkəsinin sabunçu mağazasında alıcılara qarşı hörmətsizlik edilir, istehlakçı hüquqları pozulur. Bölgə TV Afina istinadən xəbər verir ki, marketdə məhsulların üzərinə bir neçə fərqli qiymət yazılır. Vəziyyətlə saytımızın əməkdaşları üzləşib. Belə ki, marketdən alış-veriş edərkən Organic Line arağı almaq istəyən əməkdaşımız sözün əsl mənasında saç-baş qalıb. Soyuducu vitrinində 16.79 AZ-nə qoyulan 1 litrlik araq, spirtli içkilər vitrinində 17.99 AZ-də təqdim olunub. Həmçinin 0.5 və 0.7 litrlik araqlarla bağlı da eyni vəziyyət müşahidə edilib. Soyuducu vitrində müvafiq olaraq 10.79 AZ-in və 13.79 AZ-in göstərilən qiymətlər spirtli içkilər vitrinində 11.29 AZ-in və 14.75 AZ-in kimi qeyd edilib. Maraqlıdır ki, mağazanın administratoruna bu barədə məlumat verilsə də, alıcıların hüquqlarını təmin edilməyib. Administrator vitrindəki ucuz qiymətləri götürərək bildirib ki, qiymətlər dəyişib. Bu qiymətlər ayın 4-dən qalanlardır. Bu bilər yeni qiymətlərdir. Administratorun sözlərindən belə çıxır ki, yanvarın 4-dən bəri marketdə 2 dəfə qiymət dəyişikliyi baş verib. Görünür, bu marketin öz siyasətidir, aldatma yolu ilə satış. Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, Walmartda qiymətlər digər marketlərlə müqayisədə daha bahadır. Ətrafda yaşayan sakinlər bildirirlər ki, əvvəllər vəziyyət daha da ağır olub. Qonşuluqda Araz market açılana qədər başqa marketdən 50 manata aldığımız alış-verişi burada azı 60-65 manata edirdik. Araz açıldıqdan sonra məcbur qiymətləri endirdilər, amma yenə də bahalıq qalır. Üstəlik burada istehlakçı hüquqları tez-tez pozulur deyə sakinlər qeyd edirlər. Qeyd edək ki, Walmart marketlər şəbəkəsinin hazırda həbsdə olan Sukarın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadəyə məxsus olduğu bildirilir. Bu şəbəkənin real sahibləri maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə açıq mənbələrdə məhdud məlumat mövcuddur. Musavat.com-un apardığı araşdırmaya görə Walmart brendinin arxasında ProMart MMC dayanır. Şirkət Asfast Moving Business MMC və Unitrade Group MMC tərəfindən 50% payla təsis edilib. Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə yer alan son maliyyə hesabatlarına görə ProMart MMC bir il ərzində 141 milyon manatdan çox satış dövriyyəsi əldə edib. Lakin xalis mənfəət cəmi 27 min manat göstərilib. Hazırda Walmart Respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Belə böyük ticarət şəbəkəsinin ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərməsi ciddi suallar doğurur. Rəna Rövşən qızı, Bölgə TV.